Ev şəraitində nitqin inkişafı üçün ən yaxşı olan məşq. Bu tür məşqlər kompleksi artikulyasiya gimnastikası adlanır. O, hər gün güzgü qarşısında yerinə yetirilir. Hər bir məşq 3-5 dəfə təkrarlanır. Statik məşqləri 5-10 saniyə saxlayırıq, dinamikləri isə 10-15 dəfə təkrar edirik. Dil üçün məşqlər. Birinci məşq pəncərə. Uşaq ağzını geniş açır, dili sakitcə ağız boşluğunun dibində yatır. Mən 5-ə qədər sayıram. 1, 2, 3, 4, 5. Ağzımızı bağlayırıq. Açırıq. 1, 2, 3, 4, 5. Bağlayırıq. Və sonuncu dəfə 1, 2, 3, 4, 5. Ağzımızı bağladıq. İkinci məşq konfet. Dilimizin ucu ilə əvvəlcə bir yanağa, sonra isə o biri yanağa toxunuruq. Bu zaman çənə hərəkətsiz qalır. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3. Bitdi. Üçüncü məşq təbəssüm borusu. Yalnız dodaqlar işləyir. Təbəssüm, dodaqlar gülümsəyir, boru, dodaqlar irəliyə uzanır. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3 dayandırdıq. Dördüncü məşq çəpər və simit. Bu, əvvəlki məşqə bənzəyir. Sadəcə indi dodaqlar işləyir. Dişlər isə bir-birinin üstündə düz və hərəkətsiz qalır. Yanlaraq irəli, yanlaraq irəli. 1, 2, 3, 4, 1, 2, 3. Bitdi. Beşinci məşq lopata və iynə. Dilin enli ucunu aşağı dodağın üstünə qoyuruq, bu vəziyyətdə saxlayırıq. Sonra vəziyyəti dəyişirik və dilin ucunu irəliyə iti iynə kimi uzadırıq. Alt dodaqda spatula, əmhəyəməm, iynə irəli çəkin. Spatula, alt dodağa qoyun, iynə. Və bir də lopata, dili rahatlaşdırırıq, iynə. Altıncı məşq dəcəl dil. Dilin enli ucunu aşağı dodağın üstünə qoyuruq, dodaqla dilin üstünə yüngülcə vururuq. Pən, 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 pən. Həmçinin onu dişlərlə dişləmək var. Dilin enli ucunu dişləyirik. Yeddinci məşq yerlənəcək. Barmağımızı çənəmizin altına qoyuruq ki, o tərpənməsin və yalnız dilin ucu bir qulağa, sonra o biri qulağa uzanır. 1, 2, 3, 4, 1, 2, 3, 4 və 1, 2, 3. 8-ci məşq yerlənəcək. Dilimizi burnumuza, sonra isə çənəmizə uzadırıq. Çənəyən yuxarı, aşağı, yuxarı, aşağı. Çalışırıq ki, ağzımız açıq qalsın. Yuxarı, aşağı, yuxarı, aşağı, yuxarı, aşağı. 9-cu məşq dadlı mürəbbə. Dodaqlarımızı bir istiqamətdə dairəvi şəkildə yalayırıq, sonra digər tərəfə. Bir istiqamətə. Çənənin tərpənməməsi üçün barmağımızı çənəmizə qoya bilərik. Və digər istiqamətə. 10-cu məşq at. Dodaqlar gülümsəyir, ağız biraz açıqdır. Dilimizi yuxarı damağa yapışdırırıq. Bu vəziyyətdə saxlamaq üçün barmağımızı çənəmizə qoya bilərik. Bitdi.